Ana əziyyəti səsli olmur. O şikayət etməz, göstərməz, hesab da tutmaz. Gecələri yuxusuz qalar, gündüzləri gülümsəyər. Yorğunluğunu gizlədər ki, övladı hiss etməsin. Ana olmaq özündən vaz keçmək deyil, özünü başqasının həyatına çevirməkdir. Ana əziyyəti ölçülmür, nə saatla, nə illə, nə də sözlə. Bir baxışda anlayar dərdini, bir səsdə hiss edər qorxunu. Öz acısını udar, övladının gülüşü ilə yaşayar. Heç kim bilməz onun neçə dəfə sustuğunu, neçə dəfə içində ağladığını. Ana bəzən unudular. Hamı öz yoluna gedər. Amma ana həmişə gözləyər. Qapının səsi ilə ümidlənər, telefondakı bir yaxşıyamla rahatlanar. Onun duaları səssizdir. Amma ən güclü sipərdir. Ana əziyyəti gec anlaşılır. İnsan böyüdükcə, özü yorulduqca, özü susduqca ananın nə yaşadığını anlayır. O zaman başa düşürük ki, ana sevgisi qarşılıqsız sevginin ən saf halıdır. Ana var olduqca dünya biraz daha təhlükəsizdir.